Əslində bugünkü olan Windows hissəsinin demək olar ki, yarısı asandır. Birinci bir də biraz vaxt aparan hissə var. Ora girəcəm. Ondan sonrakılar yəqin ki, sizə daha rahat gələr. Bugünkü dərsimizin əsas hissəsi nədir? File Explorer. PDF-imizin başlığında gəlir 6.6-cı paragraf. İstəsəz PDF-i çıxartmışsınızsa oradan da baxa bilərsiniz ya da diqqətlə dinləyə bilərsiniz. File Explorer sözü sizə tanışdır. Bilmirəm yadınıza gəlir ya yox. Fəsil 4-də utilitlərin içində keçmişdik. İnşallah ki, xatırlayırsınız. Fəsil 4-də utilitlər var idi. Onları öyrənərkən File Explorer-in adını çəkmişdik utilitlərin içində. Ona File Explorer də deyirdilər, File Manager də deyirdilər, kimlərinsə yadına gələr. Ya da File bələdçisi deyirdilər. Bilmirəm, yadınıza gəlir ya yox. File Explorer ümumiyyətlə Windows 11 belə deyək, əməliyyat sistemində fayl və qovluqlarla işləmək üçün nəzərdə tutulan standart proqrama deyirlər File Explorer. Yəni bunun tərifini də bilin, qarşınıza tərif olaraq da digər fəsillərdən də çıxa bilər. Sonra uşaqlar, File Explorer bunu PDF-də görməyəcəksiniz, amma axırdakı düymələri əlavə eləmişəm ya da istəsəz özünüz bir cümlə ilə yaza bilərsiniz. File Explorer-i hardan açmaq olar? File Explorer-i açmaq üçün search olan hissəyə girib File Explorer sözünü yazı da bilərsiniz. Ya Start menüsünə girib, ora bəlkə etmişsinizsə oradan aça bilərsiniz. Ya da All proqramlar bölməsinə daxil olub, oradan da File Explorer aça bilərsiniz. PDF-in əvvəlində olmayan isə nədir? Klaviatura düyməsi. Klaviaturadan Win üstəgəl E hərfin basaraq File Explorer pəncərəsinə daxil ola bilərsiniz. Win üstəgəl E hərfi. Axırdakı düymələrdə görəcəksiniz, amma əvvəldən də istəsəz özünüz yaza bilərsiniz. Win üstəgəl E. Yenə deyirəm, Startdan da aça bilərsiniz, axtarış bölməsinə yazıb da aça bilərsiniz və yaxud kompüterinizdə istənilən bir dənə qovluğun tərkibi, istənilən bir dənə qovluğun tərkibinə daxil olmaq File Explorer-ə daxil olmaq deməkdir. Sadəcə siz istənilən bir qovluğa girəndə yuxarıda o qovluğun adı yazılır. File Explorer pəncərəsinə girəndə isə ümumən daxil olanda burada Home yazır, yəni ümumi File Explorer-in sıfırdan tərkibi açılır, belə deyək. Bunlar nəzərinizdə olsun. Yenə də deyirəm, fayl və ya qovluqlarla işləmək üçün nəzərdə tutulan proqramımıza deyirlər File Explorer. Gəlin öz adı altında daxil olaq. Deməli, File Explorer pəncərəsində nələr var? Ümumən birinci pəncərənin elementləri. PDF-inizdə 6.21-ci şəkil olmalıdır, səhvləmirəmsə. Orada sxem şəklində bəzi şeylərin adlarını da qoymuşuq. Amma asan şeylər də çoxdur, özünüzü qorxutmayın. Birinci burada nələr var? Ən yuxarıda sağ tərəfdə pəncərənin idarə etmə düymələri sizi qarşılayacaq. Məncə bunlardan bilirik, keçən dərsdə danışmışıq, pəncərənin idarə etmə düymələri. Minimaliz düyməsi, pəncərəni aşağı atmaq, sonra pəncərəni tam ekran boyunca aça bilərsiniz. Əvvəlki vəziyyətinə qaytara bilərsiniz. X-i da bilirsiniz, pəncərəni bağlayıb çıxa bilərsiniz. X-in klaviatura düyməsi, o gün dərsdə demişdik. Ümid edirəm çoxunuzun yadına gəlir. Belə çoxdur deyə soruşmaq istəmirəm, amma ümid edirəm xatırlayırsınız. Alt üstəgəl F4 düyməsi idi. Keçən dəfə Windows-un ilk hissəsini keçəndə bu haqda danışmışdıq. Ondan sonra bu yuxarı hissənin adı. Yəni mən bunun bu qədər qara olacağını gözləmirdim. Bunu əvvəlki halına qaytarım. Düşündüm. İşıqlı pis görünər ona görə. Aha. Deməli, pəncərənin yuxarı hissəsi. Bu yuxarı hissənin adına deyirlər başlıq sətri. Yəni, məntiqlə də yadda saxlamaq olar ki, bu pəncərənin baş hissəsidir, başlıq sətri. Başlıq sətrinin sağ tərəfində dedik ki, idarə etmə düymələri yerləşir. Sol tərəfdə, yuxarı küncdə isə hansı papkanın içinə girmişsinizsə, hansı qovluğun içərisinə girmişsinizsə, həmin onun adı görünür. Yəni, susmaya görə vəziyyətimiz budur. Ondan sonra bu ümumi yuxarı hissənin hamısının adı isə başlıq sətridir, uşaqlar. Başlıq sətrində boş yerdə bir hissədə mausun sağ düyməsini vuranda belə bir pəncərə açılır. Gördüyünüz kimi boş bir yerdə mausun sağ düyməsini vururam, bu belə bir pəncərə açılır, menyu pəncərəsi və çox asandır. Bunun içərisində yenə restore var, yəni əvvəlki vəziyyətinə qaytarmaq. Move var, pəncərənin ekranda hərəkəti, yəni elementar bir şeylərdir. Size var, pəncərənin ölçüləri. Minimaliz, yəni buradakı düymə, pəncərənin tapşırıqlar panelinə yığmaq. Sonra maksimaliz, pəncərənin böyüdülməsi və az əvvəl dediyimiz bu X var, yəni
Alt F4 pəncərəni bağlayıb çıxmaq. Opşi bütün pəncərələri bağlayıb çıxmaq. Ondan sonra bu hissənin yanında bir dənə də plus işarəsi var gördüyünüz kimi. Üzərinə gələndə klaviatura düyməsini də göstərir. Ctrl+T düyməsi. Bunu vurmaqla yeni tab vərəqləri əlavə eləyə bilərsiniz. Gördüyünüz kimi hər dəfə daxil olduqsa yeni tab vərəqləri əlavə eləyir. Bu da nəzərinizdə olsun. Bunları da istəsəz sonra bir-bir bağlaya bilərsiniz. Sonra bir dənə şeydə diqqətli olaq, bəlkə kimlərsə bilir. Deməli, bir var Alt F4 düyməsi. Alt F4 opşi pəncərənin, bütün pəncərənin bağlanmağıdır. Yəni, buradakı X düyməsidir. Bir də var ki, bunu Word-də də keçmişdik. Bəlkə kimlərsə yadına gəlir. Bir də var ki, cari açdığımız pəncərəni bağlamaq. Yəni, tutaq ki, hal-hazırdakı bu pəncərəni bağlamaq. Ya da buradan bir dənə bir pəncərə açmışam, bunu bağlamaq. Kimsə istəsə çata yaza bilər. Deyəsən yazan var. Cari pəncərəni bağlamaq. Bəli. Ctrl+W düyməsi ilə də cari pəncərəni bağlaya bilərsiniz. Üzərinə gələndə göstərir. Bir də kimin yadına gələr? Word-də də keçmişdik. Cari pəncərənin bağlanması üçün. Bəli, onu da yazan yoldaşlar doğrudur. Ctrl+F4. PDF-də orada ümumi yazmışıq, onu orada ayırmamışıq. Birdən oxuyanda beyniniz qarışar. İkisi də close-un yanına yazmışıq. O detalı orada ayırmamışıq. İstəsəz ya PDF-niz yanınızdadsa, ya da bir dəftəriniz yanınızdadsa, bir cümlə ilə zəhmət olmasa qeyd eləyin ki, Alt F4, bunu Word-də də qeyd eləmişdik. Alt F4 opşi pəncərəni bağlamaqdır, yəni bunun hamısını bağlamaqdır. Ctrl+W ilə, Ctrl+W üzərində gələndə də görə bilərsiniz. Ctrl+W ilə Ctrl+F4 isə imeni bu cari açılanı, yəni sadəcə bunu bağlamaqdır. Kimin içindəyəmsə onu bağlamaqdır. Yenə deyirəm, alt üstə gəl F4. Opşi bütün pəncərənin bağlanmasıdır. Yəni, opşi bunun hamısının bağlanmasıdır. Ctrl+F4 və ya Ctrl+W. Ctrl+F4-ü ümumiyyətlə görməyəcəksiniz, Word-də demişik, amma burada da keçərlidir. Ctrl+W ilə Ctrl+F4 isə cari açdığımız, yəni hansı bu qovluq pəncərəsinin içində isə onu bağlamalıdır. Yəni, orasına fikir verərsiniz, zəhmət olmasa. Aha, yəqin ki, qeyd aparanlar apardılar. Yenə də deyirəm, istənilən bir qovluğa daxil olmaq, yəni sarı rəngdə yaratdığımız istənilən bir qovluğun tərkibi File Explorer deməkdir. Yəni, fərq eləməz. Tutaq ki, misal üçün, bunu açıb yolumuza davam edə bilərik. Ondan sonra, burada adres bar anlayışı var. Adres bar anlayışı nə deməkdir? Bu hissə, bu gördüyünüz hissə, buradan bura qədər olan hissə adres bar, yəni ünvan sətri adlanır. Tutaq ki, hansısa bir qovluğun tərkibinə daxil olmuşsunuz, həmin o qovluğun tipi burada görünür. Və yaxud buradan da bir dənə papkaya daxil olursunuz, burada görünür. Elə bilin ki, uşaqlar şeyə oxşayır. Fəsil 5-də şey keçmişdik, fayla gedilən yol anlayışı. Papkaları aça-aça gedirdik, gedib çıxırdıq fayla. Tutaq ki, buradan da bunun içinə girdim, yenə burada bir-bir göstərir. Orada slash işarələri ilə göstərirdi. Burada da elə bir ki, bu üçbucaq, necə deyim, üçbucaq işarələrdir deyim, necə deyim, bunları belə aça-aça gedir, gedib çıxırıq fayla. Yəni, ünvan sətrində belə bir ardıcıllığı görə bilərsiniz. Ünvan sətrinin sağ tərəfində search sözün hamımız bilirik, axtarış sətri yerləşir. Kimlərinizə yadına gəlirsə, fəsil 2-də bu axtarışın düyməsini keçmişdik. Kimi yadına gəlirsə, çata yaza bilər. Görə kimi yadına gəlir. Search-ün klaviatura düyməsi. 95 adam olduğu üçün belə səslə soruşmuram. Amma kimin yadındadsa, çata yaza bilər. Search-ün klaviatura düyməsi. Yəqin ki, kimlərinsə yadına gəlir. PDF-inizdə də görəcəksiniz. Bəli, F3 düyməsi tamamilə doğrudur. F3 düyməsi adi halda işləmir. Yəni, adi halda mən burada F3-ü bassam heç bir məna yoxdur. Amma File Explorer, yəni hansısa bir qovluğun içinə daxil olsaz, orada klaviaturadan F3-ü bassaz, gördüyünüz kimi kursoru atır search pəncərəsinin içinə. Bu arada uşaqlar, biz zamanında demişik, yenə də deyək, birdən kimsə mən dedikcən kompüterdə yoxlayar, nəsə ödənməz. Bu funksional düymələr FN knopkası ilə işləyir. Yəni, təzə notebooklarda hamısı FN-li versiya olaraq, yəni dim üzərindən öyrənirik. Yəni, FN-i basıb, sonra F3-ü basırıq. Yəni, o mənada birdən kimsə bilməz. Bu search-ün düyməsidir. Sonra, arkadaşlar, adres barın, yəni ünvan sətrinin də klaviatura düyməsi var. Onu da kitabınızda, PDF-inizdə görəcəksiniz. Klaviaturadan F4 düyməsini basanda bizi atır adres barın içinə. Sadəcə F4. Yəni, sizə desək ki,
ki, File Explorer pəncərəsində F4 düyməsi nə işi görür? Deyəcəksiniz ki, ünvan sətrini, ünvan panelini aktiv eləyir. F4-ü basanda daxil oluruq bura. Yəni, o da nəzərinizdə olsun. F3 isə az əvvəl dediyim kimi Search-ün klaviatura düyməsidir. Ondan sonra ünvan sətrində irəli, geri düymələri var. Back düyməsi, forward düyməsi, məncə bunları anlayırıq. Sonra bu işarə var, daha yuxarı səviyyəli qovluğa keçid eləmək üçün. Sonra burada refresh düyməsi var. Refreshin hər yerdə düyməsi F5-dir. Yəqin ki, bu da bildiyimiz şeylərdir. Sadəcə asan bir şeylərdir, oxuyanda nəzərinizdə olsun. Ünvan sətrinin aşağısında Command bar adlanan bir sətr var. Ona ümumi halda komanda sətri deyirlər və buradakı əmrləri bir-bir başlayaq öyrənməyə. Çətin əmrlər deyil, asan şeylərdir, bildiyimiz şeylərdir, sadəcə nəzərdən keçirdik. Deməli, birinci new əmri gəlir. Məncə new'nun nə olduğunu hamımız bilirik. Yəni, yeni qovluq yarada bilərik, yeni fayl yarada bilərik. Yəni, bu iş masasının kontekst menyusundan da bunu yaradırdıq, düzdürmü? Yəqin ki, yadınızdadır. Hansısa bir qovluğun daxilində yeni bir qovluq yaratmaq istəyirsinizsə də bu new-dan istifadə edə bilərsiniz. O günləri dərs keçəndə bu new-nun klaviatura düyməsini sizə yazdırdım. Ümid edirəm xatırlayırsınız. İnşallah ki, yadınızdadır. Hansı düymədir yeni qovluq yaratmağın düyməsi? Ctrl, Shift, bir də N düyməsi. Bunu da burada yazmamışıq, amma nəzərinizdə olsun. Sonra, gələk buradakı əmrlər. Misal üçün, gəlin bunları tündləşdirək. Aha, gəldik buradakı əmrlərə. Bu əmrin məncə nə olduğunu hamımız bilirik. Cut. Cut nə idi? Kəsmək və mən sizə Word-ü keçəndə cutla bağlı bir dənə açar sözü yazdırmışdım. Həmin açar söz burada da keçərlidir uşaqlar. Cut'ın açar sözü nə idi? Yer dəyişmə sözü. Element öz yerində qalmır. Ona görə cut'ın bu sözün burada da bilin. Məncə klaviatura düyməsini hamımız bilirik. Ctrl-X. Word-də nə keçmişdiksə, bunlar öz yerindədir. Sonra copy-nin işarəsi var burada, kopyalamaq, surətini dəyişmək, Ctrl-C, məncə bunları da bilərik. Sonra bir şey kopyalayandan sonra, misal üçün, paste əmri vasitəsilə yapışdıra bilərik. Paste-in də düyməsini bilirik, Ctrl-V, yəni bunlar asan şeylərdir. Sonra burada rename var, ad dəyişmək. Rename'in klaviatura düyməsi F2 düyməsi idi, ümid edirəm xatırlayırsınız. Sonra şəbəkəyə qoşulan zaman kompüter şəbəkələrində faylı şəbəkədə paylamaq üçün istifadə olunur share əmrindən. Və nəhayət delete. Delete də bilirik ki, elementi delete eləyəndə gedir, düşür zibil qabına. Sonra kimin yadındadır, çata yaza bilər. Keçən dərs sizə yazdırmışdım. Bir var delete, gedir, düşür zibil qabına. Bir də hansı düymə idi? Zibil qabına düşmədən silirdi. İnşallah ki, arxa fonda heç kəs yatmayıb, sizi görmürəm. Bəli, shift üstəgəl delete düyməsi tamamilə doğrudur. Onda isə tamamilə silinir. Sonra bəzi qruplara demişdim, amma bilmirəm hamıya demişdim ya yox. Bir var delete, sadəcə delete basırıq, gedir zibil qabına düşür. Shift delete də basırıq, birbaşa silinir. Bunlar okey. Sonra delete başqa cürdə icra eləmək olurdu klaviaturadan bir kombinasiya olaraq. Deletedən başqa bir kombinasiya. Onu biləniniz yoxdur. Yəqin hansısa bir qrupda demiş olaram. Zibil qabına düşmək üçün başqa alternativ yox. Bəli. Ctrl üstəgəl D düyməsi, əziz tələbələr. Belə deyim də, lori dildə mouse yoxdur, notebookda delete düyməsi xarab olub və bu halda biz nə edə bilərik obyekti silmək üçün? Mouse'un, notebook'un bu sensor yeri də işləmir, hər şey xarab olub. Bu halda faylı silmək üçün Ctrl üstəgəl D-ni basa bilərsiniz, sadəcə D. Yenə də deyirəm, delete basırıq, zibil qabına düşür. Shift delete basırıq, tamamilə silinir. Ctrl üstəgəl D hərfi. Sadəcə D hərfini basaraq da elementi silə bilərsiniz. Onda da zibil qabına düşür. Yəni, o da delete'in alternativi kimi yadınızda olsun. Sonra, burada asan şeylər çoxdur, sadəcə biraz toxunaq. Yenə də deyirəm, çox yox, bir 5-10% ingilisli qabiliyyəti olanda vəziyyətdən daha rahat çıxmaq olur. Misal üçün, sort by, sort sözü. Məncə sort sözünün sıralamaq olduğunu bilirik. Gəlin görək, nələrə görə sıralamaq var. Elementləri adına görə, əlifba sırasına görə sıralaya bilərsiniz. Düzəliş tarixinə görə, son dəyişiklik tarixlərinə görə, tiplərinə görə, yəni Word faylı, Excel faylı, tiplər mənasında. Sonra, burada more bölməsi var. Bura daxil olub ölçülərinə görə, nə bilim, müəlliflərə görə, əlavə
müəllifə görə, başlıqlara görə və s. şeylərə görə sıralaya bilərsiniz. Sonra burada ascending sözü ilə descending sözü var. Bu sözlər də sizə tanış olmalıdır. Ascending sözü artma sırasıdır. Əlifba sırası ilə düzəndə A-dan Z-də, descending isə azalma sırasıdır. Z-dən A-ya və yaxud azalma deyəndə çoxdan aza. Bunlar aksesdə tabların içində filan da var idi bu ascending, descending sözü. Ümid edirəm yadınıza gəlir. Belə qısaca bir sözlə bilsəz bəsdir. Qrupu da bircə dənə sözlə bilin. Qruplaşdırmaq elementləri yenə adına görə, nə bilim, tarifinə görə, ölçüsünə görə qruplaşdırmaq. Xüsusi suallarımız yoxdur. Sadəcə qruplaşdırmaq deyib söhbətə bağlaya bilərsiniz. İndi gəlim daha maraqlı temalara. Fikriniz burada olsun və mən sizə bir papka açım onların daha rahat başa salmağım üçün. Yəqin ki, ekranı hamı görür. Deməli, arkadaşlar, view sözünün mənasını bilirik, görünür. View-nun içində nisbətən bizi çaşdıra biləcək bir-iki dənə detal var. Ona görə hökmən fikrinizi bura verin, zəhmət olmasa. View sözünün mənası görünüşdür və bizə sual düşür ki, File Explorer qovluq pəncərəsinin daxilində olan elementlərin görünüş formaları hansılardır? Çətin deyil adları, tərcümələr də çətin deyil. Sadəcə şəkilli suallar olanda bizim üçün nələrsə çətin ola bilər. Ona görə fikriniz burada olsun, zəhmət olmasa. Gəlir birinci, extra large. Məncə bu hamımıza aydın olan bir şeydir. Yəni elementlərin çox böyük formada görünüşü. Bu heç. Bunun xüsusi bir sualı yoxdur. Sadəcə ad olaraq sualı var. Large, bu da böyük formada görünüşdür. Medium sözünü də bilirik, bu da orta formada görünüşdür. Okey, buradan tamam. İndi zəhmət olmasa odaqlanaq yerdə qalan hissəyə. Small'dur, listdir, detailsdir, tiles'dır, bir də contentdir. Bu 5 dənənin əziz tələbələr şəkilli sualları var. Şəkildə verir və deyir ki, hansı görünüş rejimidir? Small'durmu, listmi, details'dirmi? Bunlara baxaq. Fikriniz burada olsun. Small sözünün mənasının balaca olduğunu... Aha, kimisə nəsə okey getdi. Deməli, small sözünün balaca olduğunu hamımız bilirik. İndi bir dənə baxın. Small da balaca göstərir bizə, list də bizə balaca göstərir. Amma indi diqqətli olun, görə bir fərqi tutan olacaqmı? Misal üçün, small görünüş rejiminə qoyuram. Fikriniz burada olsun. Bu small görünüş rejimidir. İndi isə listə qoyuram. Tələbələr ən çox bu ikisini qarışdırır. İndi isə list görünüş rejiminə qoyuram. Ölçü olaraq hamısı balacadır uşaqlar. Balacalığına takılmayın. Small ilə listə əsas bir dənə fərqləndirici detal var. Hal-hazırda listəyəm. Baxın, bəlkə nəsə bir şey tutarsınız. İndi isə small'a qoyuram. Bu da small'un görünüşüdür. Məncə kimlərsə fərqi tutubsa yaza bilər. Məncə baxanda biraz tutma olur. Hə, bəli, əlifba sırası anlayışı var burada. ASO-nun, onu tutanlar düzdür. İndi necə əlifba sırası? PDF-də yazmışıq, oxuyanda qarşınıza çıxacaq, hökmən işarə eləyərsiniz ya da çaşacaqsınızsa indidən yazın, çünki bunlar önəmlidir. Small görünüş rejimindəyik. Özüm əvvəldən bir şey hazırlamışam ki, rahat görəsiniz. Small'da sətir üzrə əlifba sırası var. Bilirik də sətirlər necə gedir? Üfüqi formada gedir. Gördüyünüz kimi A-dan sonra B gəlib, C gəlib. Sətir üzrə əlifba sırası. Deməli, əziz tələbələr, small görünüş rejimində testə düşəndə sətir üzrə əlifba sırası temasını necə deyərlər tutsaq, deyəcək ki, o zaman small'dan söhbət gedir. Sətir üzrə əlifba sırası. Bir də var, sütun üzrə əlifba sırası. List rejiminə qoyanda isə baxın, ABCD belə formada gəldi, ondan sonra keçdi bura. Deməli, belə də yadda saxlamaq olar. List sözü siyahı deməkdir də, düzdürmü? Adi sizin universitetdə jurnalda filan adlarınız olur da, sütun üzrə sizi üçün yazırlar, siyahı. Siyahı necə olur? Yuxarıdan aşağıya, sütun boyunca. Deməli, arkadaşlar, sütun boyunca əlifba sırasıdırsa, bir göz yaddaşı ilə yadda saxlayın, o zaman listdən söhbət gedir. Bunu PDF-də açıq aydın yazmışıq, yenə də bilin, çaşacaqsınızsa, burada da qeyd aparın. List, sütun üzrə əlifba sırasıdır. Small isə az əvvəl göstərdiyim kimi sətir üzrə, yəni üfüqi formada əlifba sırasıdır. Ümid edirəm, bu ikisi yadınızda qaldı. Buradan tamam. Sonra keçim ardına var details görünüş rejimi. Details sözünün mənası dilimizə təfərrüatlar kimi tərcümə olunur. Burada necə olur? Bunu da Lori dildə belə saxlaya bilərsiniz. Bütün hər şeyi detalları ilə bizə göstərir. Bir dənə baxın, detailsə qoyuram. Bir tərəfdə qovluqların adlarını yazıb. Bir tərəfdə son dəyişiklik tarixlərini yazıb. Bir tərəfdə tiplərin yazıb, bir tərəfdə də size nədir? Onların ölçülərini yazıb.
Yəni, belə deyim Lori dildə. Tez görünüş rejimində, yenə də deyirəm, bunların şəkli düşür uşaqlar. Ona görə belə söhbəti uzadıram. Yenə də deyirəm, tez görünüş rejimin detalları sözünə bağlasaz, adları, tipləri, tarixləri, ölçüləri, elə bir ki, hər məlumatı dənə-dənə bizə göstərir. Bu arada kimsə takılıb deyə bilər ki, mənim bu size bölməsinin burası niyə yoxdur? Mən keçən dərsdə demişdim, boş qovluğun, hətta fəsil 5-də keçmişdim sizin üçün. Boş qovluğun həcmi olmur. Olur. Ona görə bunlar da boş qovluqlar olduğu üçün size bölməsi boşdur. Amma diqqətlə baxsaq, burada PDF fayllar yerində şeyini görə bilərsiniz. Yəni həcmi görə bilərsiniz. Deməli, details rejimində adın, dəyişiklik tarixin, tiplərin, ölçülərin, hər şey bizə dənə-dənə qoyur verir. Qoyub veribsə, söhbət details rejimindən gedir. Ümid edirəm yadınızda qalır. Bunların indi imkan eləyib şəkilli lərini də çəkib yaradıb sizə atacağım. Şəkilli sual oranında vəziyyətdən çıxa biləsiniz, amma yenə də göz yaddaşı ilə yadda saxlamağa çalışın. Sonra yolumuza davam edək. Gəlirəm tiles. Tiles sözünün mənası lövhəciklər gedir. Tiles sözünün mənası lövhəciklər gedir və bu rejimdə qovluqların piktoqramları görəcəksiniz. Belə lövhəcik formasında görünür. Baxın, piktoqramlar görünür və yenə də deyirəm, bunlar boş olduğu üçün həcmləri filan görünmür yanında, amma burada fayllara baxa bilərsiniz ki, faylların yanında düz elə sağ yanındakı belə deyək, sətirdə, sütunda məlumatları da göstərib. Yəni, bunlara lövhəciklər deyirlər. Elə bir hər məlumatı öz yanındadır. Gördüyünüz kimi. Əlavə sütun açıb onu qoymayıb. Belə yanında qoyub. Lövhəcik. Belə də yadda saxlaya bilərsiniz. Son olaraq bu görünüş rejimlərinin içində axırıncı olanımız content rejimidir. Content sözünün mənası məzmun kimi tərcümə olunur dilimizə və contentdə durum nədir? Diqqətli baxın, o birilərlə qarışdırmamaq üçün. İndi content rejiminə qoyuram. Content rejimin tələbələr test rejimi ilə qarışıq salır. Çünki kontentdə də məlumatlar verilir, yaradılma tarixi filan görünmüş olur. Hətta aşağıya düşsəz, gördüyünüz kimi faylların yanında şeylərini də verib, kilobaytlarını da verib. Amma bunu necə qarışdırmayaq? Yenə də deyirəm, bu rejim biraz məlumat xarakterli olduğu üçün details rejiminə oxşayır. Detailsdə, bir də detailsə qayıdıram, hərəni ayrı-ayrı öz sütununda verib, gördüyünüz kimi. Burada ayrı-ayrı dənə-dənə. Amma content rejimində adlar bir tərəfdədir, əlavə məlumatlar isə sağ tərəfdə ayrıca verilib də, yəni hərən dənə-dənə verməyib. Elə bir ki, orada 4 dənə sütun var. Details rejimində belə dönə-dönə qayıdıram ki, fikir verərsiniz. Ad ayrı, tip ayrı, dəyişikliyi ayrı, hərəsi ayrı-ayrı. Amma content rejimində bir tərəfdə adlardır, bir tərəfdə məlumatlardır. Desəz ki, yox, yenə müəllim qarışıq salacam, yenə çaşacam. Sizə alternativ bir tema deyə bilərəm. Orada da özünüz üçün bir qeyd apara bilərsiniz. Content rejimi yeganə görünüş rejimidir ki, bu arada tapda da rahat düşür, sualda da rahat görünür. Yeganə görünüş rejimidir ki, contentdə bu boz xəttləri görürsünüz. Bir dənə baxın, bu boz xəttləri deyirəm. Elə bilin ki, sətir hamını boz xəttlərdən ayırıb. Bu boz xəttlərdən yadda saxlaya bilərsiniz. Yaza bilərsiniz ki, content rejimi yeganə rejimdir ki, boz xəttlərdən ayırıb. Bilmirəm, bildiniz nə dediyimi. Bu ayırdığı boz xəttlər. Bu boz xəttlərdən ayrılıb. Bu boz xəttlər, bu buradan çəkilən xəttlər heç bir görünüş rejimində yoxdur. Yalnız və yalnız contentdə var. Yenə də deyirəm, çaşacaqsınızsa, bu boz xəttləri yazın. Yazın ki, content rejimində aralardan sətir kimi boz xəttlər çəkilir. Elə bir cədvələ salıb, boz xəttlərdən ayırıb. O boz xəttləri gördünüzsə, söhbət contentdən gedir. Ümid edirəm, qeydinizi apara bildiniz. Contentdə aralarda boz xəttlər olur. Bildinizdə yəqin nəyi deyirəm. Ümid edirəm, hamıya tamam. Sonra, yerdə qalan şeylər asandır, qorxmayın. Gələk details pane. Bunu nəsə ki, normal hala qaytarım. Deməli, details pane sözünün mənası təfərrüat paneli deməkdir. Ekranda bu sağ tərəfdə də görə bilərsiniz, details. Bunun mənası nədir? Tutaq ki, bu faylı seçirəm və yaxud nə bilim, bu faylı seçirəm, detailsə basıram. Sağ tərəfdə gördüyünüz kimi həmin o quizin haqqında, o quiz faylı haqqında məlumatlar gəlir.
Word faylı olduğu görünür, adı görünür, hansı proqrama məxsusdur, həcmi nə qədərdir, harda yerləşir, bunun müəllifi kimdir, nə vaxt yaradıb bunu, nə vaxt düzəliş edib və gördüyünüz kimi onun haqqında məlumatlar verir sizə. Yəni təfərrüatlar verir də, belə deyək. Yəni məlumat xarakteri daşıyır. Details pane nəzərinizdə olsun. Sonra bunu buradan basıb da bağlaya bilərsiniz. Sonra gəlirəm onun altında isə əsas bizə lazım olan əmrlərdən biri preview pane əmridir. Preview sözünü bilərsiniz ingilis dilində. Ön baxış, öngörü, belə mənalarda dilimizə tərcümə olunur. Preview pane'in maraqlı bir qəbul sualı var arkadaşlar. Öncə göstərim özün, sonra o qəbul sualına gələrəm. Preview'a vuranda, indi burada da sağ tərəfdə açılacaq. Gördüyünüz kimi açıldı. Deməli, nə demək istəyirəm? Preview sözün mənası ön baxışdır. O qəbul cümləsini PDF-ə yazmışam, ən son cümlədə oxuyanda qarşınıza çıxacaq. Hansısa bir faylı açmadan məzmununa baxmaq üçündür preview pane-in mənası. Yəni, misal üçün, tutaq ki, mən nəsə axtarıram, indi bir-bir o PDF-ləri açıb bağlamaq istəmirəm də, seçmişəm buradan və preview pane-ə qoyan kimi sağ tərəfdə onun içini görürəm. Mən bu papkanı açmamışam, bu faylı açmamışam. Amma sağ tərəfdə onun içində nə olduğu açılır. Yəni, sağ tərəfdə onu görə bilərəm. Preview pane-in mənası odur. Faylları açmadan məzmununa baxmaq üçün. Bax, sırf bu cümlə qəbul cümləsi olub. Yenə də deyirəm, nəzəriyyəni oxuyanda onu görəcəksiniz. Faylları açmadan məzmununa baxmaq üçün. Ümid edirəm, hamının yadında qaldı. Təzədən də ya daxil olub buradan, ya da buradan elə basırsınız, tərkibini bağlaya bilərsiniz. Yəni, mənası budur. Ondan sonra yolumuza davam edək. Gəlirəm show olan hissə. Show sözünün mənasını məncə bilirik. Göstərmək. Navigation pane anlayışı var. Nə deməkdir navigation pane? Ekranın sol tərəfi uşaqlar. Bu görürsünüz, sol tərəf. Hal-hazırda hərəkət elətdirirəm. Yəqin ki, hamı baxır. İnşallah ki, heç kəs yatmayıb. Bu hissənin adına naviqasiya paneli deyirlər. Və yaxud dimin buna qoyduğu bir dənə möhtəşəm ad var. Hərəkət paneli. Elə bir ki, bu belə hərəkət eləyir axı oxuna. Ona görə din bunun adına hərəkət paneli deyir. Yəni, bu pəncərəni bağlamadan hərəkət paneli vasitəsilə hansısa bir başqa axtardığınız qovluqlara girə bilərsiniz. İndi, arkadaşlar, əgər siz bu navigation panelini, yəni naviqasiya, hərəkət panelini bağlamaq istəyirsinizsə ki, görünməsin, sizin xoşunuz gəlmir, nə edirsiniz? Gəlirsiniz bu view-nun içinə, olan bölmədən navigation pane-lə işarəni götürürsünüz. Gördüyünüz kimi sol tərəf bağlandı. Təzədən view-nun içinə gəlirsiniz. Bu show olan hissədə navigation pane-ə işarə qoyursunuz. Naviqasiya paneli gəldi. Yəni, naviqasiya panelinin göstərib göstərilməməsini buradan nizamlaya bilərsiniz. Ondan sonra ekranın daha yığcam, kompakt görünüşü üçün Compact View adlanan rejim var. Ekranın enini, hündürlüyünü azaldıb daha yığcam göstərmək üçün. Xüsusi bir əmr deyil, qısa formada bilsəz bəsdir. Sonra, bu əmrimiz, bunun mənası nədir? Elementləri seçmək üçün. Misal üçün, üzərinə gələndə, qovluqların üzərinə gələndə gördüyünüz kimi belə bir kvadrat çıxır. Biz bu papkaları seçək deyə. Bu kvadratın çıxmamağını istəyirsinizsə, view-nun içinə gəlib, bu show olan bölmədən bu item checkbox əmrini bağlaya bilərsiniz. Sonra file name extension. Extension sözünü ingilisdən bilənlər olar. Faylların genişlənmələri, uzantıları. Misal üçün, məndə hal-hazırda bu faylların uzantısını görürük. Gördüyünüz kimi PDF-dir, bu da .4-dür. Əgər görünməməyini istəyirsinizsə, gəlirsiniz. Misal üçün, buradan işarəni götürürsünüz. Baxın, sadəcə faylların adları qaldı, uzantıları qalmadı. Təzədən gəlirəm buradan. Yenə file name extension-a işarə qoyuram. İndi uzantılar geri döndü. Yəni, elə də çətin bir şeylər deyil. Nəzərinizdə olsun. Sonra, hidden items. Elementləri gizlətmək üçün hidden items bölməsindən istifadə edə bilərsiniz. Elementləri gizlətmək üçün əvvəlcə olaraq gizlədilmiş atribut qoymaq lazımdır. Ondan sonra onları gəlib buradan gizlədə bilərsiniz. Misal üçün, gəlin məşhur versiyanı göstərim. Misal üçün, yəqin ki, ekranı hamı görür. Tutaq ki, burada belə bir fayl var, gördüyünüz kimi. Windows 11 düymələri. Mən bunu gizlətmək istəyirəm. Bunun üçün nə edirəm? Üzərində sağ düyməni vururam. Buradan da düşürəm, əmrləri artırıram. Burada properties, belə bir əmrimiz var. Rusçasından svojstva, ayarlar deyirlər. Daxil oluram bura. Burada
hidden atributu var. Buna işarəni qoydum və OK bastım. Hal-hazırda bu gizlənməyib, solğun rəngdə görünür. Bu arada testlərin içində qarşınıza çıxacaq qovluqlar, fayllar hansı halda solğun rəngə malik olur. Məsələn, gizlədilmə atributu qoyanda. Mən hələ gizlətməmişəm. Gizlədilmənin ilk mərhələsini icra eləmişəm. Buna gizli atributu qoydum. İndi bu elementin tamamilə görünməməyini istəyirəmsə, gizlədilməyini istəyirəmsə, istənilən bir qovluq pəncərəsinin içinə girirəm. Ürəyim hansına istəyir. İstənilən birinin içinə girdim. Buradan view-un düşdüm aşağı. Buradan da show-a, buradadır. Hidden-dan işarəni götürdüm. İndi qayıdıram ekrana. Baxın, Windows 11 düymələri adda bir Word faylım var idi. Görürsünüz? Yoxdur. Siz burada, mən burada. Yoxdur. Təzədən geri qaytarmaq istəyirəmsə, çox sadə. Yenə istənilən bir qovluq pəncərəsinin, hamısının eynidir zaten, girirəm. Yenə buradan view bölməsinə, buradan da show-a, buradan hidden-a işarə qoyuram. İşarə qoydum, qayıdıram ekrana. Baxın, Windows 11 düymələri geri döndü. Solğunluğu da aradan qaldırmaq üçün eyni işi görürəm. Elə birinci uşaqlar, eyni işi görüb gizlədirsiniz, eyni işi görüb geri qaytarırsınız. Yenə sağ düyməni vurdum. Hardan qoymuşdum o gizli atributu? Burada əlavə əmrlərə girdim. Pəncərə açıldı. Buradan properties. Buradan da birazdan başqa yerdən onu sizə yazdıracağım. Narahat olmayın. Sadəcə orada gəldi, çıxdı deyə belə göstərirəm şifahi. Hidden-dan işarəni götürürəm. OK basıram. Heç nə. Windows 11 düymələri öz həyat fəaliyyətinə geri döndü. Gördüyünüz kimi. Budur. Yəni, buradan da az əvvəl dediyim kimi, əgər fayllara, qovluqlara o hidden atributu qoyulubsa, onların tamamilə gizlənməyini istəyirsinizsə, buradan onların gizlənib gizlənməməyini tənzimləyə bilərsiniz. Yəni, mənası budur. Çətin şeylər deyil, sadəcə nəzərinizdə olsun. Sonra, burada 3 nöqtə var. Bu 3 nöqtəyə vuranda see more yazır. Yəni, əlavə daha çox əmrlər buradan görə bilərsiniz. Bunun içindəki əmrlər isə bizim üçün çox asandır, qorxmayın. Undo var. Məncə Undo'nun nə olduğunu hamımız bilirik. Hətta gəlin bu elementi seçin, biraz əmrlər daha çox artsın. Ondan sonra zip sözü yadınızdadır. Zip nə idi uşaqlar? Arxivləşmə, düzdürmü? Obyekti buradan arxivləşdirə bilərsiniz. Sonra pin to quick access. Quick access nədir? Pin sözünü bilirsiniz, sabitləmək. Keçən dərsimizdə hətta danışmışdıq ki, proqramları nə edirdik? Taskbara pinləyirdik. Yəqin ki, yadınızdadır. İndi bir də var pin to quick access. Nə deməkdir quick access? Deməli, ekranda sol tərəfə baxsaz, bir çox elementlər var ki, fayllar var ki, ekranın sol tərəfinə onları pinləyə bilərsiniz. Bax, gördüyünüz kimi, məndə nə qədər element burada pinlədilib. Bu hissənin adına quick access qovluğu deyirlər. Yəni, daha çox sizə lazım olan şeylər gəlir düşür buradakı quick access qovluğunun içinə. Siz də nələrsə ora pinləmək üçün elementi seçib ora pinləyə bilərsiniz. Yəni, asan bir şeydir. Sonra, select all var. Select all'un nə olduğu məncə hamımıza aydındır. Bütün elementləri seçmək. Arkadaşlar, select all'un klaviatura düyməsi nə idi? Word-də keçmişdik. İnşallah ki, bilməyən yoxdur. Amma yenə də. Çata yaza bilərsiniz. Gözləyirəm. Görək buradasınız, yoxsa yatmısınız. Bəli, tamamilə doğrudur. Bəli, Ctrl+G A düyməsi. OK, doğrudur. İndi burada bir-iki maraqlı əyləncəli əmr var. Gəlirəm bura. Select all. Bu OK, hamısını seçir. Düyməsi də Ctrl A-dır. Bu hamımıza tamam. Sonra gəlirəm select none. Aydın məsələdir. None, yəni seçilmiş obyektlərin seçimlərini ləğv eləmək. Bu da tamam. Burada çox maraqlı bir əmr var uşaqlar. Inverse selection. Bunu səhvləmirəmsə kursun hansısa bir sınağına da salmışdıq. Ümumi sınağa gedənlər bilər. Inverse selection çox maraqlı bir əmrdir. Maraqlılığı indi nəysə, amma suallara düşən əmrdir yəni. Inverse selection'a deyirlər, seçilmiş obyektlərlə seçilməmişləri əvəz eləmək. OK, nə deməkdir bu? Bir dənə baxın ekrana. Misal üçün, bu elementi seçirəm. Sonra bu elementi seçirəm, bu elementi seçirəm, bir də bu elementi seçirəm. 4 tənesini seçdim. Uşaqlar, kimi yadındadır? Mən hal-hazırda hansı klaviatura düyməsi ilə bunları seçdim? Sol düymə ilə nəyi basıb seçdim? Bu, oradan-buradan seçməyin düyməsi hansı idi? Bunu mən sizə zamanında keçmişəm, görə yadınıza gəlmi? Oradan-buradan seçməyin düyməsi. Bəli, tamamilə doğrudur. Kontrol düyməsi, ASON. Yadınıza gəlsə, mən sizə yazdırmışdım. Shift düyməsi ardıcıl nizamla seçirdi. Bəli.
Kontrol düyməsi isə oradan buradan seçirdi. Okey, tamamilə doğrudur. İndi gördüyünüz kimi bu 4 dənə elementi seçmişəm. Bax, yadınızda saxlayın. Biri B5-dir, biri quiz 11-dir, və s. Bunları seçmişəm. İndi inverse selection-dan gəlirəm. İndi baxın, bu seçdiklərim qalacaq, seçmədiklərimi seçəcək. Bax, bir dənə baxın, gördüyünüz kimi. Bax, maraqlı bir əmrdir. Bir dənə fikir verin. Seçdiklərim qaldı, seçmədiklərimi seçdi. Elə bil ki, invertdə, zaten invert sözü dilimizə dəyişmək kimi tərcümə olunur da, elə bir növ. Yəni, seçimləri dəyişdik. Belə bir maraqlı əmr var. Testlər düşür. Yəni, çox sadə düşür, onsuz. Yəni, tutaq ki, bu hissəni screen eləyir, bunların mənasını soruşur. Və yaxud buranı screen eləyir, deyir ki, email-ni invert nə işi görür. Yəni, bunlar sadə bir şeylərdir. Yəni, qorxmayın. Əslində, yenə də deyirəm, Windows 11 çətin deyil. Sadəcə biraz həcmi çoxdur və məlumat çoxdur. Biz özümüz də dirəşirik ki, çatdıraq da, yəni belə. Yoxsa əslində maraqlıdır. Bəlkə də informatikada bir çox mövzulardan daha maraqlıdır. Çünki kör-körani əzbərləmək deyil. Görürsən, tətbiq eləyirsən, mənasını bilirsən. Tam ara-ara maraqlı hadisələr olur. Yolumuza davam. Yəqin ki, buradan da okey. Sonra, burada properties əmri var. Hansı elementi seçmişiksə, həmin o elementin xüsusiyyətləri ilə bağlı pəncərə açılır. Bu haqda başqa yerdən də danışacağıq. Sadəcə hələ ki, qısaca bilin, seçilmiş elementin xüsusiyyətləri. Yəni, asan bir əmrdir, nəzərinizdə olsun. Ondan sonra, bizə dənə uzun bir hissə var. Orada dəyim çıxıram buradan. Options. Options sözünün mənası parametrlər, seçimlər deməkdir. Bunu vuranda Folder Options adlanan pəncərə ekrana çıxır. Uşaqlar, keçən il yox, ondan əvvəlin qəbulunda bu pəncərədən sual düşmüşdü. Demək olar ki, ingilis dilində bir 30%, 40% bilən hər bir tələbə bu sualın cavabını rahatlıqla yazmışdı. Çünki çox asandır. Yəni, bunun üçün qeyri-adi nəsə bilməyə ehtiyac yoxdur. Tərcümə ilə vəziyyətdən çıxırsan. Həmin o pəncərənin şəklini sizin kitabınıza qoymuşuq. Prosta gəlin, sırf düşənlər cəhətdən üstündən gedim. Deməli, burada yazılan birinci əmr. Bu əmrdə same sözü var. Məncə same sözün ingilis dilindən hamımız bilirik. Same sözün mənası nədir? Eyni. Əgər qovluq pəncərələri açıqdırsa, həmin o qovluq pəncərələrinin bir-birinin içində, yəni eyni bir dənə same, eyni bir dənə pəncərədə açılmağını istəyirsinizsə, bu əmrdən istifadə olunur. Misal üçün, məndə baxın, hamısı bir dənə File Explorer pəncərəsinin altına yığılıb, gördüyünüz kimi. Eyni bir pəncərədə açılmağını istəyirsinizsə, bu halda bu əmrdən istifadə olunur. Bir də var, oven sözü. Məncə bunu da bilirik. Oven sözü nə idi? Şəxsi, ayrı. Əgər ayrı-ayrı pəncərələrdə qovluqların açılmağını istəyirsinizsə, iç-içə, amma ayrı-ayrı pəncərələrdir. Bu halda ovendan istifadə edə bilərsiniz. Sonra, məncə hamımız bilirik ki, normal pəncərə ekranda 2 dəfə klikləyəndə açılır da, bu dədə-babadan belədir. Amma single, yəni single nədir? Tək, bir dəfə, mənaları çoxdur, amma indi bizə aydın olan. Single, yəni bir dəfə klikləməklə pəncərələrin açılmağını istəyirsinizsə, single aktiv eləyə bilərsiniz. Susmaya görə isə bizə double, necə deyərlər, təklif olunur. 2 dəfə klikləmək. Yəni, çox basit bir şeylərdir testlər cəhətdən. Sadəcə belə yenə də nəzərinizdə olsun. Sonra, bu hissə isə məxfilik ilə əlaqəlidir. Məxfilik deyirlər bu sözün mənasını, amma nə mənada məxfilik? Əgər test istifadə edədiyiniz elementləri sol tərəfə özünün gəlib düşməyin istəyirsinizsə, yəni bu sol tərəfdə Quick Access qovluğunun altına çox istifadə elədikləriniz, test istifadə elədikləriniz bunun altına gəlib düşsünmü? Yoxsa onları ora pinləmək istəyirsiniz, yoxsa istəmirsiniz? Onların görünüşü ilə bağlı bu hissədən nizamlamalar apara bilərsiniz. Yəni, ən son açdıqlarınız orada görünsünmü, yoxsa görünməsinmi? Onları nizamlaya bilərsiniz. Sonra, view sözün bir cümlə ilə bilin, görünüş, ümumi görünüşlər. Search isə axtarışın parametrləri ilə bağlı hissələri buradan nizamlaya bilərsiniz. View-nun içində bircə dənəsi bizə maraqlı olan əmrlərdən biridir. Düzdür, istifadə eləmirlər, amma sual cəhətdən maraqlı deyə deyim. View-nun içində nə var? Burada hidden əmri qarşılayır yenə bizi. Görün, mən bura hiddenlara nə qoymuşam? Show qoymuşam. Show qoyduğum üçün mən bayaq hidden atributu qoyanda o solğun rəngdə göründü bayaq Windows 11 düymələri. Amma buradan don't show qoysaq, hidden atributu qoyan kimi solğun görünmür. Elə avtomatik gizlənir. Yəni hidden olan faylların
görünüb görünməməsi nizamlaya bilərsiniz buradan. Ümumiyyətlə, görünüşlərlə bağlı bütün temalar buradan tənzimlənir. Xüsusi suallar yoxdur. Belə ümumən bir cümlə ilə birinci nəzərinizdə olsun. Belə, durumumuz budur. Sonra, File Explorer-in qaldı son hissəsi, ekranın aşağı olan hissəsi. Ekranın ən aşağı olan hissəsinə status bar deyirlər uşaqlar. Onun adı vəziyyət sətri adlanır. Vəziyyət sətri nədir? Sizin açdığınız bu pəncərədə, bu qovluq pəncərəsində, misal üçün, neçə dənə element var? Onu burada görə bilərsiniz. Misal üçün, məndə hal-hazırda 18 dənə element var. Neçə element seçilib, onu burada görə bilərsiniz. Ondan sonra, əgər fayl filan seçmişsinizsə, boş qovluq seçməmişsinizsə, həmin o seçdiyiniz qovluğun gördüyünüz kimi burada nəyi çıxdı, həcmi çıxdı, onu görə bilərsiniz. Və gəlirəm sağ tərəfə doğru. Sağ tərəfə doğru görünüş formaları bizi qarşılayır. Birinci görünüş forması details görünüş rejimidir. Bunu qoyanda, baxın, details, bayaq danışmışdıq, 4 dənə sütunda ayrı-ayrı göstərir. Birinci details görünüş rejimidir. Uşaqlar, elə birinci nəyə oxşadıblar? Əslində Windows 10-da belə deyil idi. Windows 11-in görünüşün sanki biraz Office proqramlarının görünüşünə də bənzədiblər. Xatırlayırsınızsa, Office proqramlarından girəndə də bu aşağı hissədə görünüş rejimləri olurdu, axı, miqyas olurdu, görünüş rejimləri olurdu. İndi yenə burada da 2 dənəsini qoyublar. Elə birinci bunların içindən hamısını qoymayıblar, 2 dənəsini qoyublar aşağı. Birincisi gələn details görünüş rejimidir. İkinci isə large görünüş rejimidir. Yəni, böyük formatda göstərmək. Onun görünüş rejimidir. Yəni, ümumilikdə bil. Yəqin ki, yadda qalar deyə düşünürəm. Sonra, bir də oxuyanda nə qarşınıza çıxa bilər? File Explorer-in içindən. Ümumən, açar tipli düymə anlayışı var. Bu, Office proqramlarında da var idi. Burada biraz forması dəyişib. Bunun mənası nədir? Misal üçün, klaviaturadan, indi bura baxın, mən bunu seçmirəm, sakit kursoru qoymuşam bura. Klaviaturadan alt düyməsini basanda, fikir verin, new əmri aktivləşmiş olur, belə kuru qalmış olur. Bundan sonra klaviaturada oxlar var. Sağ oxlar hərəkət elətdirib bu əmrlərə bir-bir çevirə bilərsiniz. Mousunuz filan xarab olubsa da, belə deyim, Lori dildə. Və yaxud sol ox vasitəsilə belə bu ünvan sətrindəki ünvan sətri deməyək, ümumi menyu sətri, komanda sətrindəki əmrləri belə hərəkət elətdirə bilərsiniz. Adi halda işləmir, yəni bu oxlarla çevirmək. Alt düyməsini basanda ya da F10 düyməsini basanda bunlar işləməyə başlayır. Yəni klaviaturadakı oxlarla bunları bir-bir belə çevirə bilərsiniz. Bir dəfə altı basırsınız ya da F10'u basırsınız, sonra bunlarla bunu çevirirsiniz. Buna da Windows 11-də açar tipli düymə deyirlər. Elə bir mouse filan xarab olsa istifadə eləmək üçün. Yəni, basit bir şeylərdə prosta ümumilikdə bil. İndi gəlim nəyə? Yuxunuz qaçsın, zəhmət olmasa. İndiki şeylər asandırlar və maraqlıdırlar. Kontekst menyular anlayışı var dərsimizin içində. Kontekst menyunun nə olduğunu bilirik. Kontekst menyu nə idi? Mouse'un sağ düyməsi. Uşaqlar, keçən dərsə gəlmişdinizsə, məncə çoxunuz gəlmişdiniz. Kontekst menyunun klaviatura düyməsini yazılmışdım sizə. Kimin yadındadırsa çata yazsın, görək kimin yadındadır. Keçən dərs yazdırdım, bir nəfər bunu yazıb. Başqa bilən varmı? Yoxsa bu bir nəfər tələbə səhv yazıb, yoxsa düz yazıb? Aha, təsdiqləyənlər çıxdı. Tamam. Ümid edirəm səsi çıxmayan arkadaşlar da yatmayıblar, oyaqdılar. Elə birinci dərsdəsiz və mən sizin üzünüzə baxıram. Belə baxa bilmirəm, nəysə. Bəli, tamamilə doğrudur. Shift üstəgəl F10 düyməsi. Keçən dərs mən sizə bunu demişdim. İndi yavaş-yavaş başlayaq. Kontekst menyular. Kontekst menyular maraqlıdır, çətin deyirlər, qorxmayın. Yavaş-yavaş gedək. Deməli, nə deməkdir kontekst menyu? Az əvvəl dediyim kimi, mouse'un sağ düyməsinə kontekst menyu deyirlər. Klaviaturadan Shift üstəgəl F10 düyməsi vasitəsilə işə düşür. Windows 10-dan fərqli olaraq Windows 11-də kontekst menyuların iki cür açılışı bizə təqdim olunur. Bir, Lori dildə desək, default olaraq daha, necə deyək, konkret ya da kompakt, daha kompakt formada, konkret formada, default olaraq, bir də ümumi böyük formada, Windows 10-dakı kimi. Yəni, necə, arkadaşlar? Misal üçün, bu qovluğun üzərindən gəldim, sağ düyməni vururam. Kompakt deyəndə nə nəzərdə tuturuq? Bu açıldığımız, yəni bu açıldığı hal-hazırda gördüyünüz. Buna kompakt forma deyirlər ya da default olaraq susmaya görə olan forma deyirlər. Bunun aşağısında isə bu hissə var. Bu
Show more options, yəni daha çox seçimlər göstərmək. Buna vuranda isə ümumi kontekst menü daha geniş formada açılır. Və Windows 10 istifadəçiləri bilər ki, Windows 10-da elə sağ düyməni vuran kimi birbaşa belə açılırdı. Windows 11-də isə dediyim kimi default olaraq belə açılır. Amma istəsək bunu vurub daha geniş formada da aça bilərik. İndi gəlin başlayaq. Misal üçün, bir saniyə. Misal üçün, birinci faylın kontekst menüsündən başlayayım. Bunu da gətirim bura. Yəqin ki, hamı görür. Okey, başlayayım fayldan. Faylın kontekst menüsü asan əmrlərdir uşaqlar. Hətta bəzi əmrlər var ki, PDF-də 50 yerdə onu görəcəksiniz. Bir 50 yerdə də qarşımıza çıxır deyə 50 yerdə yazmaq zorunda olmuşuq. İndi birin mən hamısının üzərindən danışacağım. Deməli, birincisi faylın kontekst menüsü. Birinci başlayaq bu yuxarıdakılardan. Qorxmayın, bu yuxarıdakıları inanıram ki, aramızda bilməyən yoxdur. Səhərdən 50 dəfə danışmışıq. Cut əmri, bayaq dedik, kəsmək, klaviatura düyməsi Ctrl-X, məncə hamımız bilirik. Sonra copy əmri, Ctrl-C, obyektin mübadilə buferinə sürətini atmaq, bunu da bilirik. Rename, F2 düyməsi, adını dəyişmək. Sonra share, dedik ki, faylı şəbəkədə paylaşmaq. Delete-i də bayaq danışdıq, zibil qabına düşür. Həmçinin Ctrl-D düyməsi ilə də zibil qabına düşür. Bunlardan danışmışıq. Bunu 3 yerdə oxuyacaqsınız PDF-də, hamısı eyni şeydir. İndi arkadaşlar, bir-iki asan şeylər var. Yəni, onların üzərindən keçək. Soruşuram sizdən, çata cavabı yazarsınız. Word-də də keçmişdik. Bir elementi, əziz tələbələr, kopyalayanda onu nə vaxta qədər yapışdıra bilərik? Qəbul sualıdır. Bir elementi kopyalamısınız. Onu nə vaxta qədər yapışdıra bilərik? Sizdən soruşsaq, məncə hamımızın bildiyidir ki, bir elementi nə vaxta qədər yapışdıra bilərik. Aydın məsələdir ki, mübadilə buferindən silinənə qədər istənilən sayda. Ümid edirəm, çatdaşı yoldaşlar da bu cür cavab verir. Bəli. Uşaqlar, qəbul sualıdır. Hətta illər öncə mən öz qəbuluma da düşüb. Dim götürüb cavabda çaşdırmaq üçün bir variantda götürüb yazmışdı istənilən sayda. O bir variantda yazmışdı mübadilə buferindən silinənə qədər istənilən sayda. Sizə deyəndə Word-də də, Office proqramlarında da, yəni Windows-da da fərq eləməz. Kopyalanan elementi nə vaxta qədər yapışdırmaq olar? Deyəcəksiniz ki, mübadilə buferindən silinənə dək istənilən sayda. Yəni, bu sözün mənası nədir? Tutaq ki, bu elementi seçirəm, kopyalayıram. Tutaq ki, gəlirəm bunun içinə, yapışdıranda həmin o element yapışır bura. İndi gedirəm ikinci bir elementi, misal üçün, tutaq ki, buradakı elementi kopyaladım, gəlirəm kompüterin ekranına, yapışdıranda bu dəfə həmin element gördüyünüz kimi həmin element yapışmış olur. Ona görə də deyirlər ki, mübadilə buferindən silinənədək istənilən sayda. Yəni, mən ikincinin üzərində kopini basmasaydım, o new folder elementini sabaha qədər yapışdıra bilərdim. Amma ikincisi artıq olanda birincisi silinir. Ona görə deyirlər ki, mübadilə buferindən silinənədək istədiyimiz qədər yapışdıra bilərik. Yəqin ki, hamıya can sağlıq. Bəs, əziz tələbələr, cut olan elementi nə vaxta qədər yapışdırmaq olar? Bir elementi cut eləmişik, onu nə vaxta qədər yapışdıra bilərik. Söhbət Windows-dan gedir, söhbət Office proqramlarından getmir. Bəli, əgər Office proqramlarında olsaydıq, Word-də, Excel-də, Power-də, orada cut-la copy-nin fərqi yoxdur. Hər ikisini mübadilə buferindən silinənədək istədiyimiz qədər yapışdıra bilərik. Amma burada elə deyil. Gəlin real olaraq görək. Misal üçün, ekranda ingilis dili adlanan bir papka var. Sağ düyməni vururam, cut-ı basıram. Birinci dəfəsində bu solğun rəngə malik olur. Bu solğunluq da yanınızda qalsın. İndi gəlirəm Sevil papkasının içinə. Buradan paste-i basıram və ingilis dili gəldi, düşdü bura. Təzədən bir də qaydıram ekrana, papka öz yerində qalmadı. Axı demişdik, cut sözünün mənası yer dəyişmədi, yerindən getdi. İndi gedirəm sevimlilər papkasının içinə, istəyirəm burada o ingilis dilini yapışdırım, gəlirəm, buranı böyütdüm, sağ düyməni vururam, amma baxın, artıq paste əmri yoxdur. Sağ düyməni vuranda paste işləmir. Buradakı paste də işləmir. Bu da paste idi axı. Bu da işləmir. Deməli, bir dəfə yapışdırandan sonra tema öldü. Ona görə diqqətli olun. Yenə də deyirəm, sizə desələr ki, cut-ı nə qədər yapışdırmaq olar? Söhbət Windows-dan gedir. Onda bir dənə.
Amma copy nə qədər yapışdırmaq olar? Mübadilə buferindən silinənədək istənilən sayda. Amma Word-də, Excel-də, Office proqramlarında həm katı, həm copy-ni mübadilə buferindən silinənədək istədiyimiz qədər yapışdıra bilərdik. Amma Windows-da bu tema fərqlidir. Windows-da kat nə qədər oldu? Bir dəfə oldu. Onu orada balaca bir paragrafın içində, paragraf deyilsə 6.2 olacaq, ya 6.2 nə idi? 6 altdan baş, 6-7 olar. Orada 6-7 nöqtə paragrafda, orada sizin üçün qeydlər kimi bu dediklərimi qoymuşuq. Ona görə də belə dayanıb yazdırmıram. Oxuyanda qarşınıza çıxacaq, nəzərinizdə olsun. Aha, bunlar tamam. Amma katın yer dəyişmə olmağı, copy-nin də köçürülmə olmağı hamı üçün eynidir, öz yerində qalıb. Sonra uşaqlar, az əvvəl mən sizə göstərdim. Elementi kat eləyəndə, misal üçün bunu seçdim, katı basıram. Həmin element nə oldu? Bilməm, hiss edirsiniz ya yox. Bununla bunun fərqinə baxın, solğun rəngə keçdi. Deməli, kat eləyəndə solğun rəngə malik olur. Bir dənə də bayaq göstərmişdim sizə. Kimin yadında qaldı? Kimin fikri buradadır? Bir dənə bayaq nəsə elədim. İzlədəndə. Ay sol, düzdür Fərəxan. Gizlədəndə solğun rəngə malik olur. Bəli. Bu sizin yadınızda qalacaqmı? Məncə mən bunu yazdırım. Qəbul sualıdır. Zəhmət olmasa yanınızda bir dəftərdən, nə bilim, görün dəftəriniz yanınızdadır, yoxsa sumkanızdadır. Bəlkə yanınızdadır. Yanınızdadırsa ya da PDF-i çıxartdırmısınızsa, ora bir dənə cümlə ataq zəhmət olmasa. Yazın ki, elementlərə hidden atributu qoyanda, elementlərə hidden atributu qoyanda və kat əmri icra olunan zaman elementlərə hidden atributu qoyanda və yaxud kat əmri icra olunan zaman onlar solğun rəngə malik olur. Onlar solğun rəngə malik olur. Elementlərə hidden atributu qoyanda bir də kat əmri ilkin versiyada icra olunan zaman onlar solğun rəngə malik olur. Görək dərsdə kimlər var? Kimlər var? Kimlər var? Tamam. Bəziləri artıq 10 dəqiqədən sonra dərsi tərk edib, onlar imtahana girməyəcəklər. Qalan yoldaşlar buradadır. Nə gözəl. İnşallah ki, telefonu açıq qoyub yatmamısınız. İnanıram sizə. Elə bir ki, kim yatsa buradakı suallar ona düşəcək. Bax, nəzərinizdə olsun. Elə birin ki, sizi bir yerlərdən görürəm. Nizami müəllim, eşq olsun. Yəqin ki, qeydinizi aparın. Sağ ol, əziz tələbəm. Hə, bir gözüm açıqdır. Okey, olsun. Əsas bir gözdə olsa açıq olsun. Nəysə, yolumuza davam edək. Müəllim, bəs dərsin bitməyinə hələ nə qədər qalıb? Çox tələsirsən, hə? Bilirəm, axşamüstü parti var. Bu rekorda düşməyəydik kaş. Dərsin bitməyinə hələ var. Bir aşağısı 1 saat var. Çalışaram ki, 1 saat olmasa da bir 45 dəqiqə var. Nəsə, yaxşı olar. Partiyə çatacaqsan, qorxma. Yolumuza davam edək. Deməli, getdik. Bunlardan danışdıq sizə. Ondan sonra open əmri var. Open'ın nə olduğunu hamımız bilirik, açmaq. Bu aydın məsələdir. Sonra open with faylı digər proqramlarla açmaq. Nələrlənsə açmaq. Çətin bir şeylər deyil. Ondan sonra, misal üçün, bizə buradan lazım ola bilənlərdən share with əmri var. Yenə də paylaşmaq şəbəkə üzərindən. Sonra, sevimlilər adlanan fayl və qovluğunuzu sevimlilər adlanan qovluqlar siyahısına əlavə eləyə bilərsiniz. Sonra onları arxivləşdirə bilərsiniz. Ondan sonra faylı yolu ilə bir yerdə, yolu keçmişliyə faylın yolu, tam yolu ilə bir yerdə kopyalaya bilərsiniz. Bunlar basit şeylərdə dayanmıram, xüsusi suallar yoxdur. Əsas burada sualın başqa bir şeydir. New'nu da bilirik, yenisini yaradır, bu heç. Gəlirəm indi nəyə? Properties. Properties sözünün mənası, əziz tələbələr, xüsusiyyətlər deməkdir. Properties əmrinə daxil olanda həmin o qovluğun, həmin o elementin xüsusiyyətləri bizi qarşılayır. Onun haqqında olan parametrlər. Adı nədir, nə vaxt yaradılıb, həcm nə qədərdir, nə vaxt düzəliş olunub və s. və s. Və buradan bizim önəmli olan bir-iki sual nümunəmiz var. İndi onu sizə yazdıracağım. Deməli, bu fayllarda olmur. Fayllarda sadəcə bizə məlumatlarını verir. Amma qovluğun kontekst menüsuna daxil olsanız, həmin bu şeyi görə bilərsiniz. Misal üçün, qovluğun kontekst menüsuna daxil oluram. Buradan da əmrləri
çoxaldıram. Burada properties əmri var. Daxil olanda qovluğun propertiesi ilə faylın propertiesi biraz bir-birindən fərqlənir. Ümumi şeylər öz yerində qalıb, amma qovluqlarda belə bir əmr var. Öncə göstərim, sonra sizə yazdıracam. Qəbul sualıdır. Customize əmri. Buradan siz nə edə bilərsiniz? Bizə düşən sual. Obyektin, yəni qovluğun piktoqramını dəyişə bilərsiniz. Fikir verirsinizsə, məndə olan bəzi papkalarda burada gördüyünüz kimi kəpənək işarəsi var. Buna ulduz işarəsi qoymuşam, buna kilit işarəsi qoymuşam və bu bir qəbul sualıdır. Bunu necə qoyuram? Gəlin öncə göstərim sizə, ondan sonra deyərəm, yazarsınız. Deməli, tutaq ki, nəsə olsun, Nizami. Misal üçün, bir Nizami adlı papkamız var. Yəqin ki, hamı ekranda görür. Bu papkanın, bunlara nə deyirlər? Sarı rəngdə olanlara, keçən dərs tanışmışdıq. İstifadəçi qovluqları. Bu istifadəçi qovluğunun piktoqramını dəyişmək üçün properties əmrinə daxil oluruq. Buradan da customize, fərdiləşdirmə əmrinə daxil oluruq. Öncə baxın, sonra yazdıracağım. Burada əmr var, change icon, yəni change nədir? Dəyişmək. Girirəm bura və bizə müxtəlif seçimlər təqdim olunur. Hətta siz kompüterinizin yaddaşına daxil olub, papkanın piktoqramına öz şəklinizi də qoya bilərsiniz. Amma şəkil deyəndə balaca bir şəkil olmalı ki, onu dəstəkləsin. 3-ün 4-ə kiçik bir şəkil. Yoxsa böyük bir şəkili dəstəkləyə bilmir. İndi bizdə Nizami tələbəmizin şəkli yoxdur deyə da onu qoya bilmirəm. Üzrü saysın. Buradan bir sıra nəsə belə qərib-qərib işarələr var. Seçib papkanızın işarəsinə qoya bilərsiniz. Misal üçün, qoyuram əziz sevimli tələbəyə bir dənə qayçı işarəsi. Buradan da okey basıram. Gördüyünüz kimi, yəqin ki, hamı görür. Məsələn, buralara gətirək, açıq aydın görünsün. Belə bir papkanızın piktoqramını dəyişə bilərsiniz. Daha maraqlı işarələr də var, qoya bilərsiniz. Bunu siz özünüz bilərsiniz və bu imtahana düşür. Ona görə zəhmət olmasa ya dəftəriniz, ya PDF-niz, əlinizdə nə varsa, ora bir dənə qeyd yazın. Elə yazın ki, o sabah yoxa çıxmasın. Yazın belə, istifadəçi qovluqlarının piktoqramını dəyişmək üçün, istifadəçi qovluqlarının piktoqramını dəyişmək üçün, istifadəçi qovluqlarının piktoqramını dəyişmək üçün, yəqin ki, yazdınız. Üzərində sağ düymə, yəni kontekst menu, üzərində sağ düyməni basırıq. Ondan sonra bu sözü yazın. Oradan daxil oluruq properties əmrinə. Sağ düymə plus bu. Oradan da bu sözü yazın, zəhmət olmasa. Customize əmrinə daxil olmaq lazımdır. Oradan da customize əmrinə daxil olmaq lazımdır. Oradan da customize əmrinə daxil olmaq lazımdır. Ardın yazmağınıza ehtiyac yoxdur. Çünki zaten ardı aydın bir şeydir. Plus dim elə bu arada dimin sualında necə düşüb? Dimin sualında belə düşüb. Properties və bunları verib buna 1 yazıb, buna 2 yazıb, 3 yazıb, 4 yazıb və 5 yazıb. Sualda deyir ki, dimin köhnə imtahan sualıdır. Deyir ki, obyektin, qovluğun, piktoqramın bunların hansına birinə girib dəyişmək olar? Customize əmrinə daxil olub dəyişmək olar. Belə bunları biz detallı öyrənmirik, narahat olmayın. Sadəcə belə nəzərinizdə olsun. Customize əmrinə daxil olub elementin piktoqramını dəyişə bilərsiniz. Yəqin ki, yadda qalır. Ümid edirəm, hamıya can sağlıq. Sonra qaydaq bayaqki yerimizə, faylın kontekst menüsuna. Sonra faylın kontekst menüsunda başqa nə əmrlər var? Edit Notepad əmri var. Faylla işləyən zaman Notepad proqramında açıb hansısa bir mətn fayllarını nələrinsə redaktə edib düzəldə bilərsiniz. Yəni belə sadə şeylərdir. Sonra burada Show More Options pəncərəsinə daxil ola bilərsiniz və belə bir pəncərə açılır. Əmrlərin çoxsu bayaqki tərəflə keçdiklərimizin eynisidir, amma fərqli olanlara baxaq. Yenə bu cut copy eyni şeylərdir. Burada nə var? Edit əmri var, uşaqlar. Redaktə eləmək əmri. Sonra new əmri var. Yeni pəncərədə açmaq həmin o faylı. Print əmri var. Faylı tapa vermək. Bunlar ancaq fayllara məxsus olan əmrlərdir. Faylın kontekst menüsündə olur bunlar. Sonra OpenViz əmri var. Hansısa bir
başqa fayllardan açmaq üçün istifadə olunur. Arxivə sala bilərsiniz qısaca olaraq. Yerdə qalan əmrlər isə əslində bildiyimiz əmrlərdir. Yenə send to əmri var, göndərmək, cut var, copy var. Sonra bundan keçən dərs danışmışdıq. Create shortcut, qısa yolun yaratmaq, silmək, adın dəyişmək, xüsusiyyətlər. Yəni bu geniş miqyasda da açılanda bizə tanış olan şeylər açılır, belə deyək. Bu danışdıqlarımızın hamısı, əziz tələbələr, faylın kontekst menüsü ilə əlaqəli idi. İndi isə qovluğun kontekst menüsünə keçirəm. Amma narahat olmayın. Qovluqla faylın kontekst menüsü demək olar ki, eynidir. Sadəcə olaraq bir-iki dənə təzə əmr var ki, onları dim salır, onları fərqləndirmək lazımdır. İndi qovluğun kontekst menüsünə girirəm. Burada bir papka var. Sağ düyməni vururam. Bu isə qovluğun kontekst menüsüdür. Əvvəlləri filan demək olar ki, hamısı eynidir. Bayaq danışdıqlarımızdır. Bura daxil oluram. Bunlar da bayaq danışdıqlarımızdır. Amma burada bir-iki dənə əmr var ki, faylda var idi, burada yoxdur. Bilmirəm yadınızda qaldı ya yox. Faylda bayaq aşağıda edit əmri açılmışdı, new əmri açılmışdı, print əmri açılmışdı. Baxın, faylın içində edit, new, print, bir də openviz əmri var idi. Amma indi qovluğun kontekst menüsündə bir dənə baxın, edit yoxdur, new yoxdur, print yoxdur. Sonra düşürəm aşağı. Openviz əmri yoxdur. Deməli, qalan şeylər isə hamısı öz yerində qalıb. Arxivləşmə, buralar öz yerində qalıb. Amma şey yoxdur. Edit yoxdur, new yoxdur, print yoxdur, bir də openviz əmri yoxdur. Və bunlar suallara necə düşür? Sualda yazır ki, faylın kontekst menüsündə olub, qovluğun kontekst menüsündə olmayan əmrlər. Bunu qoymuşuq kitaba. Yenə də deyirəm, faylla qovluq demək olar ki, 90% eynidir. 90% eynidir. Amma 4 dənə əmr var ki, openvizdir, edit əmridir, new əmridir, bir də print əmridir. Bu 4 dənə əmr faylın kontekst menüsündə var, qovluğun kontekst menüsündə yoxdur. Tələbələr bu əmrləri qarışdırır. Bu əmrləri qarışdırmamaq üçün gəlin sizə bir dənə şey qoşum, onun vasitəsilə yadda saxlayın. PDF-də qoymuşuq 4-ünün də adını, oxuyanda qarşınıza çıxacaq. Amma yenə də gəlin qeyd olaraq sizə bir asan yolla deyim. Bir də saniyə, mən yazı aparatımı qoşum, sonra sizə deyək. Dəftərinizə, PDF-inizə, yanınıza nə varsa, ora bir dənə başlıq kimi yazın, zəhmət olmasa. Yazın, yəni dərsdə açıb baxacam, görüm yazmısınızmı qeydləri, yoxsa yazmamısınız. Yoxlayacam sizi. Zəhmət olmasa yazın. Yazın ki, faylın kontekst menüsündə olub, qovluğun kontekst menüsündə olmayan əmrlər. Yenə də deyirəm, faylın kontekst menüsündə olub, qovluğun kontekst menüsündə olmayan əmrlər. Gəlin buradan seçin, yazaq. Faylda olub, qovluğun kontekst menüsündə olmayan əmrlər. Buradan da yazıram sizə üçün. Yazıram ki, faylın kontekst menüsündə olub, qovluğun kontekst menüsündə olmayanlar. Ümid edirəm qeyd aparırsınız. Uşaqlar, bir dənə söz qoşmuşam həmişəki kimi. O sözlə qorxmayın. Bu dəfə qız adı filan deyil. Onunla rahatlıqla yadda saxlaya bilərsiniz. O söz hansıdır? Open sözü. Buradan yazıram sizə üçün. Open sözü. Nə deməkdir open sözü? Buradakı o hərfi open vizi bildirir. P hərfi print'i bildirir. E hərfi edit'i bildirir. N hərfi isə new əmrin bildirir. Başlıq hərfləri, açılışı. O'nun mənası openviz əmridir. P-nın mənası printdir. E-nin mənası editdir. N-nın mənası da new'dur. Bu da Windows'un teması olsun. Qeydlərinizi götürün. Ya skrin eləyin, götürün. Amma mən sizdən soruşanda bilin, zəhmət olmasa. Bunu çox vaxt açıq suala salırlar. Yenə də deyirəm, bu 4 əmr faylda var, qovluqda yoxdur. Faylda var, qovluqda yoxdur. Yox, bu funksiyoner qohumlarından deyil, narahat olmayın. Burada elə ixtiralarım yoxdur. Əlimdən gələn bu qədər. Ümid edirəm, yadda qalır. Yenə də deyirəm, faylda var, qovluqda yoxdur. Faylın kontekst menüsündə olub, qovluğun kontekst menüsündə olmayanlar. İndi sizə çətin bir sual verim.
köçən yoldaşlar. Mən hal-hazırda nə vasitəsilə yazı yazıram? Mouse deyil. Yazdığım aparatın adı nə idi? Biz bir zamanlar keçmişik onun haqqında. Digitizer. Ay maşallah, ay maşallah, ay maşallah. Bəli, digitizer. Yox, siz yaxşı uşaqlarsınız. Bəli. Düzdür, digitizer vasitəsilə yazıram. Ümid edirəm digitizer haqqında biliklər yadınızdadır. Deməli, sevimli qurğum. Bəli, təşəkkür edirəm. Digitizerin bir işçi sahəsi var idi. Bir də seyrəklik qabiliyyəti var idi. Kimin yadındadır, çata yazar. Digitizerin seyrəklik qabiliyyəti nə ilə ölçülürdü? Murad, çox maraqlı yazmışsan. Deməli, aha, indi okey, lipi də yazdınız, düyüm də yazdınız. İndi hansıdır? İşçi sahəsi nədir? Aha. Düyümdür mənim işçi sahəsi. Bəli, işçi sahəsi düyümdür. Bəli, tamamilə doğrudur. Seyrəklik qabiliyyəti isə line, yəni LPI-dir. Bəli, düzdür, tamamilə doğrudur. Mən və sevimli ümid edirəm ekranı yazdınız, silə bilərəm deyə düşünürəm. Nə maraqlı adı var tələbənin. Hə, Asus, hə, Sevane sənsən. Okey, olsun. Lap yaxşı, çox gözəl. Ekranı silə bilərəm. Yəqin ki, qeydlərinizi də götürdünüz. Deməli, bunlar nə oldu? Faylın kontekst menüsündə olub, qovluğun kontekst menüsündə olmayan əmrlər. Buna xüsusi fikir verək. Allahım. Hə, bunlar getdi. Sonra düşmə ehtimalı cəhətdən bir dənə də əmr var ki, uşaqlar. Bir saniyə. Bir dənə də əmr var ki, o, qovluğun kontekst menüsündə var, faylın kontekst menüsündə yoxdur. Düzdür, belə bizim xüsusi istifadə eləyib, belə baş qoşduğumuz bir əmr deyil, amma yenə də göstərək. Qovluğun üzərində sağ düyməni vuranda belə bir əmr çıxır. Buna baxın. Open in terminal. Belə bir əmr var. Bu əmr, baxın, faylın kontekst menüsündə yoxdur. Bura baxın, elə bir əmr gəlmir. Amma email qovluğun kontekst menüsünə vuranda open in terminal əmri açılır. Bu əmrin mənası nədir? Düzdür, belə baş qoşmağınızı məsləhət görmürəm. Proqramistlərin baş qoşduğu bir şeylərdir. Sonra nəyisə qurdalayarsınız, nəsə bir kodla filan üst-üstə düşər. Sonra nəsə olar o papkanıza. Ona görə qurdalamanızı məsləhət bilmirəm. Yəni, başı çıxmayan bir insan üçün. Bunun mənası nədir? Belə deyim, Lori dildə. Open-in terminal əmrinə daxil olanda əmrlər sətri var. Köhnədən onun adına CMD deyirdilər. Bəlkə kimisə proqramlaşdırma ilə əlaqəsi olubsa bilər. Sonra müasir adı PowerShell əmr sətridir. Belə deyim də, Lori dildə kodlar yazmaq üçün istifadə olunan əmr sətri meydana gəlir. Mənası odur. Bu da ancaq qovluğun kontekst menüsündadır. Onu səhvləmirəmsə PDF-də məncə yazmışıq. Oxuyanda qarşınıza çıxacaq. Əgər istəyirsinizsə bir cümlə ilə də yaza bilərsiniz ki, istəyirsiniz gözləyim yazın. Yazın ki, open-in terminal. Bu əmr isə qovluqda var, faylda yoxdur. Qalan zaten 90% eynidir. Bu əmr isə qovluqda var, faylda yoxdur. Bir cümlə ilə yaza bilərsiniz. Qovluqda var, yəni qovluğun kontekst menüsündə var, faylın kontekst menüsündə yoxdur. Bir cümlə ilə zəhmət olmasa yazarsınız. Qovluqda var, faylda yoxdur. Ümid edirəm hamıya tamam. Yəqin ki, okey. Can sağlığı. Başqa əmrlərdə taxılacağımız bir şeylər yoxdur. Demək olar ki, hər şey öz yerində qalıb, amma yenə də bir cümlə ilə bil. Aha. Sonra uşaqlar, bunu da səhvləmirəmsə qeyd olaraq ora atmışdıq yazanda, amma hər ehtimal mən yenə də sizə göstərim. Keçən il yox, ondan əvvəlin hansısa cəhdinə düşmüşdü. Library adlanan qovluq anlayışı var. Onu qeyd olaraq qoymuşam. PDF-inizin lap əvvəllərində qoymuşam. Desə 6.6-cı paragrafın axırlarında filan görəcəksiniz. Amma bir yenə də göstərmiş olum. Library adlanan qovluq var. Ona kitabxanalar qovluğu deyirlər. Keçən il yox, ondan əvvəlin hansısa bir cəhdində düşmüşdü ki, library qovluğun içində nələr var. Düzdür, tələbələrin əksəriyyəti yazmışdılar. Çünki məntiqlə suala baxanda vəziyyətdən çıxmaq olurdu. Amma yenə də. Deməli, qovluğun kontekst menüsünə daxil olanda burada qarşımıza çıxır. Include library. Library qovluğun içi.
Sizə deyəndə ki, library qovluğun içində nələr var? Bunlar şəkillərdir, musiqilərdir, videolardır, sənədlərdir. Yəni bir cümlə ilə bilin. Ya da bunun şəklini görməyəcəksiniz kitabda, amma söz kimi qeyd olaraq görəcəksiniz. PDF-də 100% var, yazmanıza ehtiyac yoxdur. Qoymuşam ora qeyd olaraq. Bu da nəzərinizdə olsun. Prosta o bir tərəfdən keçəndə demədim. İndi real olaraq göstərmək üçün bu hissəyə gəldim. Hansısa bir qovluqlarınızı kitabxanalar adlı qovluq yaradıb onun içində olan, kitabxanalar qovluğun içində olan elementlərin içinə ata bilərsiniz. Burada da sənədlər var, mahnılar, şəkillər, videolar. Buna kitabxanalar qovluğu deyirlər. Buradan görə bilərsiniz. Yəqin ki, kimlərsə gördü, götürdü ya da oxuyanda qarşısına çıxacaq. Nəzərinizdə olsun. Sonra chatda nə baş verib? Kimsə bir-birinə dəstək olur. Okey. Tamam. Yəqin ki, bunlar da tamam. Sonra olan kontekst menyuların əksəriyyəti çox asandır. Amma gəlin bir-iki dənəsinə də olsa toxunum. Sonra əsas olan bir dənəsi qalıb ona keçəcəm. Səbirli olaq, çalışaram, çox da ekstra vaxtınızı almayın. Deməli, əziz tələbələr, var qısa yolun kontekst menyusu. Biz keçən dərs danışmışdıq. Qısa yol nədir? Shortcut, qısa yol faylı. Burada gördüyünüz kimi məndə bir dənə qısa yol faylı var. Sol tərəfində ox işarəsi var. Yəqin ki, hamımız görürük. Qısa yolun kontekst menyusu da o biri kontekst menyulara oxşayır. Amma içində bircə dənə fərqli əmr var. Əslində məntiqli əmrdir. Gəlin onu göstərək. Mən sağ düyməni vururam üstündə. Demək olar ki, hamısı öz yerində qalıb. Burada bir dənə təzə əmr var. Open File Location əmri. Əslində məntiqlidir. Qısa yol şey deməkdir axı, istinad deməkdir axı. İndi bunun əsli hardadırsa, ora bizə aparır. Bunu basıram. Aparır mənə əslini göstərir ki, əsli hardadır. Fikir verin. Əslinin olduğu yerə gətirdi, çıxartdı mənə. Open File Location əmri. İstəyirsiniz bir də göstərim. Üzərinə gəlirəm. Əslinin olduğu yerə aparır mənə. Burada. Orijinalı hardadırsa, özü hardadırsa, ora keçidi təmin edir. Open File Location. Bu əmr yalnız və yalnız qısa yolun kontekst menyusundadır. Başqa kontekst menyularda olmur. Əslində məntiqlidir. Yenə də bil. Ümid edirəm, yadda qalır. Sonra ZIS-PC qovluğumuz var idi. Gəlin ondan da danışım. ZIS-PC qovluğunun kontekst menyusu anlayışı var. Üzərində sağ düyməni vururam, açılır. Burada nələr var ZIS-PC-nin kontekst menyusunda? Rename var, ümumən silmək. Bunlardan istifadə eləmirlər, amma yenə də bilin. Sonra Open əmri bizi qarşılayır, yeni açmaq. Sonra şəbəkə qovluqları ilə bağlı, şəbəkədə hansısa bir məntiqi diski, C diskini, D diskini şəbəkə qovluğu eləmək üçün istifadə edirlər. Sonra internetlə bağlı, şəbəkə ilə bağlı əlaqəni ayırmaq üçün. Sonra Quick Access qovluğu var idi. Ora pinləmək üçün, Start'a pinləmək üçün. Sonra Properties. Əslində çox adam həmişə deyir ki, mən əməliyyat sistemimin hansının olduğuna hardan baxa bilərəm, kompüterimin haqqında məlumatları hardan ala bilərəm, buradan ala bilərsiniz. ZIS-PC-də Properties'e daxil olursunuz və burada açılır. İndi gələcək. Sizin kompüteriniz haqqında belə deyək, məlumatları burada görə bilərsiniz. Bircə saniyə. Bunu bura aparaq. Üst-üstə düşür. Aha. Burada görə bilərsiniz. Kompüteriniz haqqında məlumat, kompüterinizin yaddaşı, kompüterinizin RAM-ının yaddaşı, kompüterinizin prosesoru, prosesorun növü, hal-hazırda hansı əməliyyat sistemini işlədirsiniz. Yəni, o haqda məlumatlar ala bilərsiniz. Yəni, kompüteriniz haqqında, həmçinin əməliyyat sistemi haqqında məlumatları ZIS-PC-nin kontekst menyusuna ala bilərsiniz. Kimsə nəsə deyir, yoxsa səsi açıq qalıb. Sonra, burada bu hissəyə daxil oluram, ümumi formada çıxır. Yenə ZIS-PC-nin də qısa yolunu yarada bilərsiniz, adını dəyişə bilərsiniz, silə bilərsiniz. Düzdür, bunu silmək çox mənasız bir şeydir, amma yenə də burada əlavə əmrlər də sizi qarşılayır. Yəni, nəzərinizdə olsun. Sonra, asan kontekst menyulardan biri, orada bir dənə sual var, ora gəlim. Recycle bin-in kontekst menyusudur, zibil qabının. Sağ düyməni vururam. Yəni, buradan danışaq. Yenə bunu pin to quick access eləyə bilərsiniz. Empty recycle bin. Empty sözünün mənası nədir uşaqlar? Məncə bilənləriniz olar. İmtahan sualı. Boş müəllimə. Bəli, boş. Recycle bini tamamilə boşalda bilərsiniz buradan. Sonra start menyuya da pinləyə bilərsiniz.
nəyisə ora yapışdırmaq üçün qısa yolun yarada bilərsiniz, adını dəyişə bilərsiniz, zibil qabının xüsusiyyətləri ilə bağlı işləri yerinə yetirə bilərsiniz. Yəni ümumilikdə belə qısa-qısa qoymuşuq adları ilə. Yəni belə mənaların bilində içində nələr var. Belə ümumən durumu budur. İndi qaldı son bir dənə danışacağım kontekst menyu. Səbirli olun, inşallah ki, ondan çox hissəsi qutaracaq dərsim, bir şey qalmayacaq. Deməli, getdik. Maraqlı və asan kontekst menyulardan biri qalıb, sonra bir damcı prosto çoxdur, amma çətin deyil. O hansıdır? İş masasının kontekst menyusu. Əziz tələbələr, iş masasında boş yerdə, nəyisə üzərində yox. Nəyisə üzərində vuranda 10 kontekst menyusu açılır. Boş yerdə mausun sağ düyməsini vuran zaman açılan kontekst menyuya deyirlər iş masasının kontekst menyusu. Birinci burada view gəlir. View sözünün mənası görünüşdür. Bizə sual düşür ki, iş masasında olan elementləri görünüş formaları hansılardır? Deyirsən large, yəni böyük, medium, orta, small da balaca. Bunlar iş masası desə bu üç dənəni götürürük. Nəzərinizdə olsun. Ondan sonra burada nə var? Auto arrange icons. Bu sözün mənası iş masasında olan elementlərin nizamlanmağıdır. Misal üçün görürsünüzsə, məndə olan elementlərin hamısı sol tərəfdədir. Amma elə adam var ki, onun kompüterində elementlər dağınıq halda durub. Misal üçün, tutaq ki, bu əmri passiv eləyim. Misal üçün, biri burada durub, nə bilim, biri burada durub, biri burada durub. Hərəsi bir yerdədir. Elə adam var ki, nə bilim, belə istifadə eləyir. Səliqəsiz formada xoşu gəlir. Amma mən bu əmri qoyduğum üçün hamısı sol tərəfdə səliqə ilə durub. Yəni, mən belə xoşum gəlir. Nizamlı qoyub sol tərəfdə. Sonra, align icons to grid əmri var. Grid sözünü bilərsiniz. Grid line sözü var idi. Kimin yadındadır o söz? Nə idi uşaqlar o sözün mənası? Grid. Tor xətt. Tor xəttlərdir. Bəli, tamamilə doğrudur. Tor xətləri, setka belə formada olur. Misal üçün, bu əmri də passiv eləsək, düzdür, məndə hamısı nizamlı deyə çox fərq görməyəcəksiniz, amma yenə də. Bir sətirdə durub hamısı. Bir sütunda durub. Yəni, sanki cədvəlin içində durub. Yəni, o cür. Bəlkə bunu passiv eləyim, siz elə fərqlərini görəsiniz. Bircə saniyə. Bunu da buradan götürək. Misal üçün, tutaq ki, bu buradadır. Bunu bura qoymuşam. Bu ikisinin ortasına. Diqqətlə baxın. İndi grid əmrin icra edirəm. Baxın, bunu ya bundan ya da bundan bir cərgəyə qoyacaq. Baxın, bundan bir cərgəyə qoydu. Gridin mənası hamını eyni sətirdə qoyur. Bunun mənası isə bu auto olanın. Bu hamını sol tərəfə yığır. İkisində qoyanda sol tərəfdə olur və bir sətirdə olur hər şey. Məna budur. Səliqəli, lap ən səliqəli formada belə deyək. Sonra, gəlirəm bura. Burada show desktop icons var. Bu əmri qoyanda, baxın, ekranda olan hər şey, belə deyək də, gizləndi. Bütün hər şey gizlənmiş olur. Təzədən gəlirsiniz, show desktop iconsa işarə qoyursunuz və bunlar da aktiv olur. Evdə qohum uşaqları filan gələndə kompüterinizi istifadə eləməməyini istəyirsinizsə və yaxud da onları nəsə allatmaq istəyirsinizsə, deyə bilərsiniz ki, bu vəziyyətə qoyub, deyə bilərsiniz ki, mən kompüterimdə hər şey xarab olub. Gördüyünüz kimi, heç nə yoxdur. Keçən dərs danışmışdıq. Bu aşağını da gizlədirsən, olur kompüterdə heç nə yoxdur. Təzədən kompüterinizdə bunu aktiv eləsəz, hər şey öz yerinə qayıdır. Və bu arada, burada maraqlı bir sual var. Baxın, bu iki əmr hal-hazırda işləyir. Bundan işarəni götürürəm. İndi baxın, bu iki əmr bağlandı. Sənə sual düşə bilər ki, bu arrange-dən grid əmri hansı halda passivdirlər? Deyəcəksən ki, show desktop icons əmri aktivdir. Yəni, ekranda heç nə yoxdur. Ona görə onlar passivdir. Əslində məntiqlidir də. Bunlar ekrandakıları düzmək üçündür. Ekranda heç nə yoxdursa, onlar nəyi səliqəli düzsün? Bunu vuranda isə həmin o iki əmr, yəni grid əmri ilə icons əmri aktiv olur. Yəni, belə nəzərinizdə olsun. Sonra, gəlirəm sort by. Sort by sözünün mənası uşaqlar sıralamaq deməkdir, çeşidləmək deməkdir. Adına görə, ölçüsünə görə, son dəyişiklik tarifinə görə, tipinə görə sıralamaq, qısaca bilin. Refreshi məncə hamımız bilirik, yeniləmək. Refreshin düyməsində məncə hamımız bilirik. F5 düyməsi. Sonra burada paste var. Bir şeyləri kopyalayanda falan paste aktiv olur burada. Bildiyimiz şeydir. Sonra undo. Undo ümid edirəm yadınızdadır. Undo nə idi? Son əməliyyatın ləğvi. Undonu icra eləyəndə son elədiyimiz əməliyyat ləğv olur və redo əməliyyatda meydana gəlir. Redo isə son əməliyyatın bərpası idi.
Redonda klaviatura düyməsi Ctrl-Y. Biz bunları keçmişik. Ümid edirəm yadınıza gəlir. Sonra new, yeni qovluq yaratmaq. Səhərdən 50 dəfə demişəm. Ctrl-Shift-N düyməsi. İnanıram ki, da bunu bilməyən yoxdur. İnşallah ki, hamı bilir. Ondan sonra gəldim display setting. Burada bir damcı yuxumuz qaçsın, bir an burada olaq. Display setting sözünün mənası display, yəni ekranın parametrləri, ayarları deməkdir. Daxil oluram bura. Detallı öyrənmirik, qorxmayın. Belə bir cümlə ilə öyrənirik. Burada var brightness. Brightness ekranın parlaqlığı deməkdir. Gecə rejimi burada görə bilərik. Sonra rənglə bağlı, ekranın rəngi ilə bağlı, yəni belə bildiyimiz anlayışlardır. Ümumi halda bilin. Buranda gəlir. Ondan sonra geri qayıtsaq, ekranın parlaqlığının altında da seçimlər var. Gecə rejimi ilə bağlı, ekranın rəngi ilə bağlı. Yəni, ümumiyyətlə, display settingin mənası ümumi halda ekran ölçüləri, ekran ayarları gedir mənası, ekranın miqyası, ondan sonra resolution sözünün mənası əks etdirmə qabiliyyətidir. Ekranın diaqonal ölçülərini burada görə bilərsiniz. Proyektor filan qoşanda ölçüləri uyğunlaşdırmaq üçün istifadə edirlər. Sonra display orientation var. Albom formasında ekranı istifadə eləmək və yaxud portret, diknə forma. Bunu qoyum, amma bilmirəm zoom sizə göstərəcəkmi, yoxsa göstərməyəcək. Yəqin ki, göstərmir. Ekran çevrilib uşaqlar göstərir, yoxsa göstərmir? Bəlkə göstərir. Göstərir mənim. Göstərir, hə, tamam. Deyir, Azərbaycan xalqında, mən bunu saniyə qoymuşam, özü düzəlir. Deyir, Azərbaycan xalqında bəzi tələbələr, üzr istəyirəm, notebooka uzanıb baxarkən bu rejimdən istifadə edirlər. Yəni, ekranın qapaqlarını əllərində tuturlar, rahat. Ekranı çevirib istifadə edirlər. Əslində isə bu rejim bəzən proqramistlərə filan lazım olur. Ekranı düzünə elə bir ki, çevirəndə bu uzununa istifadə edirlər də, yəni daha çox kod yaza bilirlər. İndi vallah bilmirəm da kim nə üçün istifadə edir. Mənası budur. Sonra multiply display anlayışı var. Əgər notebooka başqa monitorlar da qoşulubsa, bu halda ondan istifadə edirlər. Yəni belə ümumi halda bil. Sonra displayin parametrləri ilə bağlı. Sonra qrafik kart qoşulubsa, kompüterin qrafik kartı ilə bağlı tənzimləmələr. Yəni ümumən ekranın qrafikası, rəngi, ayarları, eni, uzunluğu, nə bilim, parlaqlığı, gecə rejimi, bu işlərə display setting baxır. Yəni ümumi cümlə ilə bilsəz bəs eləyər. Qaldı burada son əmrlərimizdən biri, personalize əmri. Personal sözünün mənası fərdiləşdirmək deməkdir. Ekranın arxa fonunu düzəltmək, arxa fonun görünüşü, effekti, belə şeylərə baxır. Daxil oluram bura, zəhmət olmasa yenə fikriniz burada olsun. Background, yəni ekranın arxa fonuna şəkil qoymaq istəyirsinizsə, temalar qoymaq istəyirsinizsə, ya daxil olub öz kompüterinizin ekranından, daha doğrusu yaddaşından ekrana şəkil qoymaq istəyirsinizsə, istifadə edə bilərsiniz. Uşaqlar, burada bir dənə önəmli qəbul sualı var. Zəhmət olmasa burada olsun fikriniz, bir 10-15 dəqiqəniz qalıb, çox qalmayıb. Burada ekranın arxa fonuna şəkil qoymaqla bağlı, şəkili yerləşdirməklə bağlı, daha doğrusu seçimlərlə bağlı qəbul sualı var. Və sual 2-3 dəfə düşüb, çətin deməyim də sualları çaşdırmaq mümkün olduğu üçün tez-tez də düşür. Bu nədir? Dediyimiz kimi şəkilləri qoyduq, okey. Şəkil ekranda necə dayansın? Onunla bağlı seçim var. Bir dənə baxın. Seçim. Gəlirəm bura. Fil əmri var. Fil əmrinin mənasını məncə bilirik. Fil sözünün mənası nədir? Doldurmaq, düzdürmü? Fil əmri icra olunan zaman, bu arada susmaya görə fil təklif olunur default olaraq. Yəni, şəkil ekranda tam yerləşsin. Şəkil tam yerləşməyəndə qıraqları kəsilir, atılır, tam yerləşdirilir. Şəkili tam ekrana doldurmaq rejimi deyirlər bunun adına. Sizdən istədiyim bunların adlarını bilməkdir. Testdə yazır ki, ekrana şəkil qoyan zaman, arxa fonun ekranına, şəkili hansı formalarda yerləşdirmək olar? Siz bunların adlarını seçməlisiniz. Fit uyğunlaşdırmaqdır. Şəkili bacara bildiyi qədər uyğunlaşdırır. Sonra stretch. Stretch şəkili dartıb yerləşdirir. Şəkil balaca olanda stres rejimindən istifadə eləmirlər. Çünki dartır, şəkil bulanlıqlaşır. Sonra tile.
Tile sözünün mənası mozaika deməkdir. İnternetdən filan götürdüyümüz balaca şəkillər varsa, o şəkilləri bütün ekran boyunca çoxaldıb yerləşdirir. İstəyirsiniz, mən bunlardan nəsə sizə göstərim. Bilmirəm, amma kompüterin yaddaşında haralardasa bir şəkil varmı? Ondan biraz şübhəliyəm. Bir saniyə. Nəysə, olsun, tutaq ki, bu şəkil. Misal üçün, bunu seçirəm, qoyuram kompüterimin ekranına və bunu tile rejimində qoyuram. Bir saniyə, baxın. Aman Allahım, çox bərbad. Tile'ın mənası budur. Kiçik ölçülü şəkil varsa, gördüyünüz kimi, kiçik ölçülü şəkili ekranda çoxaldıb yerləşdirir. Bax, tile rejiminin mənası budur. Buna mozaika deyirlər adına. Kiçik ölçülü şəkilləri yerləşdirmək əmri. Nə bilim, belə formada bilin. Ondan sonra gəlim o birilərdən danışım. Center adından da göründüyü kimi, center'ın mənası nədir? Şəkil balaca da olsa, böyük də olsa fərq eləmir, mərkəzə yerləşdirir. İndi böyük ölçülü şəkil olanda fərqi tutmaq olmur, şəkil yerləşir tam. Amma kiçik ölçülü şəkildə fərqi açıq-aydın görürsünüz. Şəkili qoyub mərkəzə özünü də incitməyib, qalan yerlərdə qara formada qalıb. Yenə də deyirəm, sizdən istədiyim sadəcə ondan ibarətdir ki, sizə deyəndə ki, şəkili hansı formalarda yerləşdirmək olar, siz bunları bilin. Yəni, fildir, fitdir, stressdir, tile'dır, center'dır, bir də span. Span nədir? Spanı təəssüf ki, göstərə bilmirəm. Spanın durumu nədir? Çox monitorlu rejim. Spanın durumu bilsiz nədir? Görmüş olarsınız, misal üçün, Kontakt Home olsun, Bakı Electronics, nəsə bu televizorlar filan satılan yerlərə gedəndə görsən ki, bəzilərinin ekranında televizorların hamısının ekranına eyni şəkil qoyub ya da eyni animasiyalar hərəkət eləyir. Yəni, spanın mənası odur. Mənim kompüterimin ekranında nədirsə, əgər mən sizin kompüterlərinizi özüm kompüterinə qoşmuşamsa, sizin də kompüterinizin ekranında eyni şəkil olsun. Yəni, mənası budur. Düşünürəm ki, hamının yadında qalır. Məncə, çətin əmrlər deyil. Bunu da normal vəziyyətə qaytarım. Buradan yəqin ki, hamıya can sağlıq. Sonra rənglər, pəncərənin rəng seçimlərini buradan nizamlaya bilərsiniz. Rənglərin qıraqlarının, pəncərə qıraqlarının rəngi nə olsun? Onu ayarlaya bilərsiniz. Rənglərlə bağlı. Məncə bu sözləri bilirik. Sonra temalar qoya bilərsiniz arxa fona. Hansı temalar istəyirsinizsə onlardan istifadə edə bilərsiniz. Sonra dinamik lighting. Bunun mənası nədir? Ekranınızın parlaqlığı, işıq effektləri, cihazlar filan qoşanda onların tənzimlənməsi, işıqlarının tənzimlənməsi, qısaca effektlər deyib söhbəti bağlaya bilərsiniz. Sonra burada düşünürəm sizin üçün lock screen anlayışı var. Lock screen nədir? Ekranınızı kilidləyəndə, yuxu rejiminə qoyanda orada ekrana hansısa bir şəkil mi gəlsin, yoxsa bir animasiya gəlsin, onları nizamlaya bilərsiniz. Yəni, tutaq ki, kilidləyəndə, kilid rejiminə qoyanda ekranınızda hansı şey dayansın, yoxsa ekran qaram rəngdə olsun, yəni, onları nizamlaya bilərsiniz. Bunların xüsusi sualları yoxdur, prosta ümumən belə yadınızda qalsın. Ümid edirəm, yadda qalır. Bu belə. Gözləyin, bir də saniyə.